Axşamınız xeyir uşaqlar, necəsiz? Bugün bizim sizlə mövzumuz polimerlərdir. Yəni iri molekullu birləşmələr. Deməli, polimer iri molekullu birləşmə adlanır və bunlar sadəcə üzvü birləşmələrdir. Və bunlar əmələ gəlir polimerləşmə yolu ilə. Bax, yazıram. Bir də bunlar əmələ gəlir polikondensləşmə yolu ilə əmələ gəlirlər. Polimerlər bizim həyatımızda nə kimi rolu var? Polimer nədir uşaqlar? Mən indi sizə PDF düzəldib atacağım inşallah. Polimer, plastik qablar, plastik butulkalar, salafan torbalar, sonra sistem şunuları, əlimizdəki plastik ruçkalar, sonra telefonun yəni üzlükləri, telefon atlıqları, daha sonra plastik xətkeş, yəni biz hər şeyi, məsələn, əlimizdə süni dəridən olmuş kurtkalar var, asma tavanlar olur, sonra jalüz olur. Bax, bunlar hamısı sonra təkər, rezin, şin, bunlar hamısı plastik və polimer maddələrdir. Yəni görürsünüz, yəni plastik ümumiyyətlə polimerlərin həyatımıza xeyri dəydiyi kimi ziyanı da var. Xeyri odur ki, insan kütləsi çoxdur və insan kütləsi də çox olduğuna görə və biz bunu təmin etmək üçün polimerlərdən istifadə edirik, insan kütləsini təmin etmək üçün. Amma ziyan da odur ki, plastik polimerlər heç də xeyirli deyil. Polimer maddələrdən dəfələrlə, günlərlə, aylarla istifadə etmək düzgün deyil. Çünki plastik polimerlərin içində bifenol maddələr var ki, insan orqanizması üçün çox pis fəsadlar, xəstəliklər yarada bilər. Yəni, bir də plastik qabların, polimer maddələrin əksəriyyəti heç çürümür. Yəni, bu da yeri gəlir ekologiya üçün çox ziyanlı bir şeydir. İndi isə keçdik polimerlərin nə olduğunu öyrənməyə. Nisbi molekul kütləsinin, deməli, ümumiyyətlə nisbi molekul kütləsinə görə 3 qrupa bölünürlər polimerlər. Deməli, nisbi molekul kütləsi 500-ə qədər olanlar, bunlar kiçik polimerlər adlanırlar. 500 ilə uşaqlar 5000 arasında olanlar, bunlara oligomerlər deyilir, yəni orta kütləlidirlər. 5000-dən yuxarı olanlar, bunlara isə biz deyirik daha iri molekullu polimerlər və bir sözlə polimerlər. Yəni, başa düşürsünüz, poli sözünün mənası daha çox sözündən götürülmüşdür. Bax, bu deməkdir. Polimer molekulunda təkrarlanan çoxlu sayda atom və atom qruplarından ibarət olan iri molekullu böyük kütləli bir birləşmə deməkdir. Polimerlərin alınması üçün əvvəlcə biz monomerlərdən istifadə edirik, yəni kiçik birləşmələrdən istifadə edirik və hansı maddələr polimerləşə bilər? Bax, deyirəm sizə, içində 2 qatı, 3 qatı olanlar N, in, diyen birləşmələri, daha sonra stirol, daha sonra doymamış spirtləri misal göstərə bilərik. Yerdə qalan doymamış birləşmələri misal göstərə bilərik. Bax, bunlar polimerləşmə qabiliyyətinə malikdirlər. Bax, hansı maddələr polimerləşə bilməz? Alkanlar, sikloalkanlar, eyni zamanda polimerləşə bilməz doymuş spirtlər, doymuş turşular. Amma doymamış turşular, akrir turşusu, məsələn, misal göstərə bilərik, polimerləşə bilər. Doymamış aldehidlər, doymamış mürəkkəb efirlər, bunlar heç biri polimerləşə bilməz. Amma doymamış mürəkkəb efirlərdənsə misal kimi göstərə bilərik. Məsələn, metil metakrilatı ki, ondan polimetil metakrilat alınır, üzvü şüş istehsalında istifadə olunur. Yəni, siz məni anlaya bildiniz. Bəs, belə bir misal çəkək ki, polimerlər necə alınır? Gəlin, biz məsələn polimerlərin necə alındığını sizə məsələn burada göstərək, polimerlər necə alınır. Məsəl üçün, mən elə alkenin polimerləşməsini təkrar göstərmək istəyirəm. CH2 2 qat rabitə CH2, üstə gələk CH2 2 qat rabitə CH2. Məsələn, əslində N saydadır. Yəni dediyimiz kimi və burada gördüyümüz kimi bizim 2 qat rabitələrimiz başlayır bax beləcə qırılmağa. 2 qat rabitələrimiz qırılır və sanki bunun polimerləşmə elə bir birləşmə reaksiyasıdır və bunlar öz arasında birləşir. Bu gedir digər karbon ilə birləşməyə.
bu digər bir karbon ilə birləşməyə və beləliklə də bizim etendən polietenimiz əmələ gəlir. Başa düşün? Yəni xırda bax bu monomerlərdən iri bir polimer əmələ gəlir. Bəs bu N nədir? Bax bu N nədir? N polimerləşmə dərəcəsidir və N nə qədər monomer götürdüyümüzün sayını göstərir. İndi baxın, bayaq karbonlar birli idi. Amma artıq karbonlar neçəliyə keçdi? İkiliyə. Deməli, polietilen, polipropilen, polibutadien, polizopren, polixlorpren, polistirol və s. poli ilə başlayanlar və kauçuk sözü ilə bitənlər polimerləşmə yolu ilə alınanlardır. Bəs polikondensləşmədən alınanlar hansılardır? Liflər, neylon lifi, kapron lifi, enont lifi, lafsan lifi, eyni zamanda fenol formaldehid qətranı. Gördünüz uşaqlar, bu sözləri az sonra bir yerdə qeydiyyat aparın, çünki çox vacib kəlmələrdir. Məsələn, başqa bir nümunə göstərə bilərəm sizə. Məsələn, propileni misal göstərə bilərəm. Propen polimerləşir və polimerləşmə zamanı polipropilen əmələ gəlir və baxın, bayaq birli idi, ikili idi, birli idi. Amma artıq ikiliyə, artıq üçlüyə, artıq birliyə, bax artıq bu üçlüdür. Amma bayaq bu neçəli idi, ikili idi. Bayaq bu neçəli idi, birli idi. Artıq bu oldu ikili. Siz məni anlaya bildiniz. Bayaq birinci karbon atomu hansı hibrid vəziyyətində idi? Gəlin diqqətlə baxaq. sp2, ikinci karbon sp2, sp2, üçüncü karbon sp3 idi. Amma artıq mən sizə bunu çatdırım ki bu CH3'dür. Bütün karbon atomları sp3 hibrid vəziyyətinə keçdi. Sanki doymamış birləşmələrdə pi sistemi qırılaraq doymuş birləşmələrə çevrildilər. Və yaxud da başqa bir misal üzərində sizə misal çəkə bilərəm. Qarışqa aldehidli misal çəkə bilərəm. Onu mən yazanda həmişə bax bu cürə yazıram uşaqlara. Və bu zaman polimerləşmə zamanı uşaqlar qol qırılaraq CH2O birləşməsinə çevrilir. Formaldehiddən poliformaldehid əmələ gətirirəm. Bunun ikinci adı isə paraform adlanır. Polimerləşmə reaksiyasında alınan iri molekul birləşmələr yalnız poliformaldehidin əsas zənciri karbon və oksigen atomlarından ibarətdir. Digər polimerlərin əsas zənciri karbon, bax görürsünüz, karbon atomlarından ibarətdir. Ancaq bunun əsas zəncirində karbon və oksigen var. Uşaqlar, bu arada xatırladım. Əsas zəncir deyəndə nəyə başa düşməlisiniz? Diqqətli olun. Məsəl üçün, mən sizə deyirəm ki, bu əsas zəncirdə karbon ibarət deyəndə bəzən uşaqlar səhv hidrogen deyir. Hidrogen əsas zəncir deyil. Əsas zəncirdə hidrogenlər sadəcə görürsünüz, yana çəkirəm. Əsas zəncirdə ancaq siz karbon və karbonu görürsünüz. Bircə dənə CH2O-da əsas zəncirdə biz karbondan başqa eyni zamanda bu yoxdur. Oksigen atomunu da biz görə bilirik. Polimerləşmə reaksiyası isə alınan bir də polimerləşmə reaksiyası polimetil metakrilat quruluşlu birləşmə alınır və bunda mürəkkəb efir var və buna deyirlər poliefir birləşməsi. Gəlin baxaq görək bu poliefir birləşməsi bizdə necə alınır ay uşaqlar? Baxırıq, bizim əlimizdə var metakril turşusu. Bax görürsünüz, metakril turşusunun üzərinə mən gəlirəm metil spirti. Fikir verin və bu birləşmə ilə belə getmirik. En sayda birləşmələrdən ibarətdir. Və burada OH və H birləşərək en sayda su. Deməli, biz əvvəlcə mürəkkəb efiri alırıq. Üzrlü sayın uşaqlar, bunu silək. Biz əvvəlcə sizlə mürəkkəb efiri alırıq və buradan deməli mürəkkəb efir alınır. CH2 qat rabitəsi CH3 COO CH3 və bunun adı nə oldu? Metakril turşusu, metil efiri və ya metil metakrilat. Bax bu birləşmənin elə özünün polimerləşməsindən də üzvü şüşəni biz əldə edə bilirik. Gəlin məsəl üçün misal bir dənə yazaq sizə. Belə maraqlı bir misal yazaq. Maraqlı deyəndə daha doğrusu bunun polimerləşməsini yazmaq istəyirəm. Bax gördüyünüz kimi belə bir yazdım və bunu mən polimerləşdirəcəm. Polimerləşmə zamanı CH2 dəqqət CH3
və COOH yuxarı qaldıracağım ki, uşaqlar, bu deməli qolu buradan açıq qoya biləm və beləliklə mənim polimetil metakrilat birləşməm alındı. Bayaqların karbon atomları sp2, sp2, sp3, sp kibrit vəziyyətində idisə, indi artıq sp3, sp3, fikir verin sp3 və bu karbon da sp3 idi burada. Burada da sp3'dür. Yalnız bircə dənə karboksil qrupunda olan karbon atomu sp kibrit vəziyyətində qaldı. Gördünüz uşaqlar? Hətta mən sizə polimerlə alınan mürəkkəb polimerləşə bilən mürəkkəb efiri də göstərdim. Polimerləşə bilən aldehidi göstərdim. Polimerləşə bilən alkenləri göstərdim. Və polimerləşə bilən kauçukları da deyəcəm sizə. Və kauçuklar da polimerləşmə yolu ilə alınırlar. Formaldehidin polimerləşmə reaksiyasından başqa digər polimerləşmə reaksiyalarda 2 qat rabitəli karbonlardan birli karbonludan ikiliyə, ikili karbon üçlüyə, üçlü karbon dörtlüyə keçir və karbon atomları sp2-dən sp3-ə də çevrilə bilir. Polimerləşmə dəfələrlə təkrarlanan quruluş vahidlərinin deməli elementar halqaların sayından söhbət gedir. Polimerləşmə dərəcəsi adlanıb N ilə də işarə olunur. Bayaq mən dediyim N polimerləşmə dərəcəsi monomerlərin, içəridə olan monomerlərin sayını bizə göstərir. Polimerlər mənşəyinə görə 3 qrupa bölünür. Birinci bunlar hansılardır? Gəlin baxaq. Biopolimerlər, diqqətli baxağın. İkinci süni polimerlər, baxaq diqqətlə. Üçüncü alındı sintetik polimerlər. Mənşəyinə görə deyirəm, polimerlər yəni müxtəlif əlamətlərlə təsnif olunurlar. Canlı orqanizmlərin fəaliyyəti nəticəsində təbiətdə yaranır. Yəni biopolimerlər canlı orqanizmlərin fəaliyyəti, təbii kauçuk canlı ağacdan yaranır. Məsələn, nişasta kartofdan, canlıdan, selüloza pambıqdan, zülaldalar ətdən, nuklein turşular, bunlar biopolimerlərdə canlıda yaranır. Süni polimerlər təbii polimerlərin kimyəvi çevrilməsidir. Məsələn, mən sizə bir söz deyim də, selülozanın efirləri, triasetil selüloza, asetat ipəyi, trinitroselüloza. Selüloza təbiidir, bu ondan triasetil selüloza, trinitroselüloza yaranır. Görürsünüz, təbiidən süni yaranır. Bax, buna fikir verin. Təbiidən süni yaranır. Məsələn, təbii kauçuklar xlorlaşmış təbii kauçuklar. Təbii kauçuk təbiidir, ondan yaranır süni kauçuk. Amma sintetik, sintez yolu ilə konkret şey olur da, əmələ gəlir və kiçik molekullardan yaranır. Bayaq izah elədiyim kimi, məsələn, etilen özü süni yolla alınır, kimyəvi alınır. Yəni, etilendən də polietilen sintetikdir. Propilen, polipropilen. Yəni, məni anlaya bilirsiniz də, uşaqlar. Stirol, polistirol, vinil xlorid, polivinil xlorid və s. və ilaxır. Məsəl üçün, mənlə burada yaxşı yeri gəlmişkən sizə bir dənə elə yeri düşmüşkən vinil xloriddən bir misal çəkərdim. Bax, bu bizim vinil xloridimizdir. Vinil xloridimiz necə alınır? Asetileni H-xlorla reaksiyası zamanı mənim vinil xloridim əmələ gəlir və vinil xlorid jalüzün alınmasına, süni dərilərin alınmasına çox böyük rol oynayır və buradan alınır polivinil xlorid. Gördünüz, yenə sp2, sp2 kibrit vəziyyətində olan karbon atomları yenə mənim əzizlərim sp3, sp3 hibrit vəziyyətinə keçə bildi. Bax, gördünüz uşaqlar, yəni mən sizə düşdükcə bunları bir-bir diqqətli izah etməyə çalışacağım. Və yaxud da, məsəl üçün, mən bir nümunə verim sizə. Bunun adı nədir? Bunun adı stiroldur. Stiroldan da çoxlu, məsələn, polimerləşməsi nəticəsində uşaq oyuncaqları hazırlanır, lazımi plastik birləşmələr hazırlanır və buradan qol yenə də qırılır və bunu çalışacağım sizə harda, necə istifadə edəcəklərim haqqında bir dənə konspekt kimi düzəldim və sizə atım. Deməli, bütün karbon atomları sp2 hibrit vəziyyətindədir və gördüyümüz kimi burada isə deməli 2 karbon sp3, digər karbonlar yenə sp2 hibrit vəziyyətinə keçdi və sizə düşə bilən suallardan biri bu ola bilər. Cis-trans izomeri olan polimeri göstər. Birazdan mən onu kauçuklar dərsini izah edəcəm. Cis-trans izomeri olan kauçuk uşaqlar, cis-trans izomeri olanlar ancaq kauçuklardır. Cis-trans izomeri əmələ gətirən polimerlər bizim kauçuklarımızdır. Bax, mən imeni polimer deyirəm, mən polikondensləşmədən danışmıram. Mən sizə hələ ki polimerləşmədən
danışıram. Polikondensləşmə polimerləşmədən seçilir. Polikondensləşmədə kiçik molekullu birləşmələr alınır. Su alınır, NH3 alınır, H-klor alınır. Amma polimerdə elə bir şey alınmır. Polimerdə ən çox eyni monomerlər istifadə olunur. Məsəl üçün, bax, məsələn, mən polietileni almaq istəyirəmsə, çoxlu sayda etendən, yəni eyni monomerlərdən istifadə edə bilərəm, N sayda. Yox, əgər mən tutalım ki, almaq istəyirəm butaden stirol kauçuku. O dəqiqə mən butaden stirol kauçuku almaq üçün mən kauçuk izahlayacağım. İnşallah sizə bunu məsəl üçün butaden 1,3-dən, bir də bax stiroldan istifadə edirəm. Görürsünüz, müxtəlif monomeri olanlar da var, eyni monomerləri olanlar da var. Ona görə nətər deyim sizə, polimerləşmə ilə alınanlar çox vaxt eyni monomerlərdən, əksərən isə müxtəlif monomerlərdən də istifadə edə bilərəm. Bax belə. İndi isə gəldik makromolekulunda həndəsi formasına görə polimerlər xətti, şaxəli və tor şəkilli ola bilərlər. Xətti polimerlər, bax, xətti bir belə polimerləri misal göstərə bilərik bizsə. Xətti polimerlərdə monomer qalıqları ardıcıl olaraq müəyyən bir istiqamətdə bir-birlə birləşir. Belə polimerlər selluloza, nişastanın tərkibinə daxil olan amiloza, aşağı təzyiqli polietilen və s. daxil edə bilərik. Xətti polimerlər, makromolekullar bir-birinə nəzərən sıx yerləşə bilir və buna görə onlar nisbətən böyük sıxlığa, möhkəmliyə və ərimə temperaturuna malikdir. Bu birinci idi. Keçdim ikinci, yəni biz bunun həndəsi formasından danışırıq, uşaqlar. Bax, görürsünüz, bir neçə funksiyası var idi polimerlərin. Birinci mənşəyi idi, ikincisi həndəsi forması idi. Keçdim üçüncü deyirəm, yəni ikinciyə. Buna deyirlər şaxəli polimer. Şaxəli polimerlərdə bax belə şaxələrdən söhbət gedir. Yəni əsas zəncirdə kiçik ölçülü şaxələr birləşir. Məsələn, yüksək təzyiqli polietilen, nişastan tərkib hissəsi olan amilopektin. Belə məsələn selluloza şaxəli yox, şaxəsiz quruluşludur. Amma nişastanın amilozası, amilopektini var. Amilopektin də şaxəli quruluşludur. Ona görə lif sellulozalardan yaranır bilir, nişastanı yarana bilmir. Belə polimerlər makromolekullar sıx yerləşə bilmədik ondan sıxlığı, möhkəmliyi, ərimə temperaturu xəttidən biraz geri qalır. Yəni aşağı olur da. Xətti və şaxəli polimerlərdən lif və örtük əmələ gətirir. Yəni liflər əmələ yaradır və əriyir. Üzlər neticələrdə yaxşı həll ola bilir. Üçüncünü getirdik tor şəkilli bir-birinə bağlayan, bax belə bir formada mən sizə yazıram. Tor şəkilli nətər başa salaq ki, sizi makromolekullar bir-birlə kimyəvi rabitələrlə birləşir. Rezindir, fenolformaldehiddir və s. Bu polimerlər ərimir və nəticədə də konkret olaraq həll olunur. Bax belə. Sonra keçdik hansı quruluşlara? Üçüncü bizim quruluşumuz nədir? Makromolekulun əsas zəncirində yalnız karbon atomu olanlar karbon zəncirlidir. Karbon zəncirli polimerlər adlanır. Məsələn, bayaq dediyimiz kimi poliformaldehiddə isə məsələn, bu karbon formaldehiddən başqa formaldehiddə yoxdur da. Digər polimerlərdə isə karbon zəncirlilər adlana bilərlər. Yəni, bircə dənə bayaq izah elədiyim kimi fenolformaldehid